Yeri gəlmişkən deyim ki, 2 ildən bəri rəhbərlik elədiyim Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bu ilk diplomudur. Nə gözəl. Yəni biz 2 illik düşüncələrdən sonra bu qərara gəldik ki, Xalidə xanım buna layiqdir və birinci diplomum, bundan sonra yəqin yenə də olacaq, fərqlənənlərə tərcümə sahəsində veriləcək bu. Biz qərara gəldik ki, birinci xanıma belə bir uğur, birinci... Ona görə qalırsan. Bu şehirde nece kızın saçlarına bakmışam. Karada. Bu şehirde nece kadın saçlarını senin kimi karadı. Öldü, kesti, tumarladı uçlarını. Senden sonra nece kadın saçlarını tutup sağa daradı. Bir tanesi yüreğime yatmadı. Çiçeği de kopartılma. Eceğinde tesadüfler sevir, sevmir, aldatır. Neçe yürek, neçe beden, neçe ruha sakin olup sığınmıştım. Bilir çiçek. Hamısı hemen çiçek aldadır. Məni öz anamın bətni belə tulladı. Gördün, hamı atıp gitti ilahi. Bircə mənə ayaqlarımı atmadı. Ne vaxt yeter, ne vaxt çatar, sahtımın ellerinin takılsın zayırdı. Dəfin gelen gülle sesi geceleri ayırdı. Haradaysa anasının emceğinden kan emdiği ofçular, seni mektup gönderdiğim göğerçini vurdular. Söyleyegin göğerçinde son nefeste zatıma. Sesi mənə, məktub sənə çatmadı. Bu təlatür, bu heyecan, endişə, sən Allah get. Eşitmişəm təzik, əsəb, bir acı ürək tutma, yine halın değişər. Mən göylərin adamıyam. Balaca kız, sevme beni. Benim yerim tavanında örümcekler seviştiği dağmadı. Arkası için içine göz apardı, en sonuncu gelişler. Yadımda da kulak baktı, bahma eden, kaba karmış sürüşler. Kendimize nice adım yatmış döndü dövüşler. Ta bugünden hiçbirimiz seher dek yatmadık. Hamen atıp gitti. Atıp gitti. İlahi. Bir cennemi ayaklarıma atmadı. Əziz və hörmətli yazarlar, dostlar, tanış insanlar, qəlbən sevdiğim insanlar, belə deyim. Hər-birinizi belə bir gözəl kitabın ərsəyə gəlməsi, belə bir nəfis kitabın ərsəyə gəlməsi, onun haqqında gözəl fikirlərin fövqündə bir mənəvi zövq aldım.
Halide xanım, çox təşəkkür edirəm sizə, var olasınız. Bir də bir nəfis kitabı ortaya təsir edildiyinizə görə. Həm yaşlı nəslin, həm gənc nəslin bu kitablarda nə qədər sevinci olduğunu jurnalda, ədəbi bilgilər jurnalında nə qədər olan əsərlər çap olduqca sevinclərini mən çox gözəl başa düşürəm. Mən sizə çox təşəkkür edirəm. Hər dərdimin hər bir nömrəsində mənim şeirlərimi verdiyinizə görə minnətdaram sizə, var olasınız. Sizə səmimiyyətinizə, bənəviyyatınızın zənginliyinə, insanlığınıza, gözəl, necə deyim, mənəvi zəngin olan səmimiyyətinizə görə çox təşəkkür edirəm. Var olasınız. Sultan müəllimə və evlatlarınıza, Nuray qızıma, Elbirə qızıma, Turqay müəllimə çox dərin təşəkkürüm edirəm. Sizə təşəkkür edirəm. Ona görə ki, onlar hər an, hər saniyə sizin dəstəkçiniz olublar. Onu çox gözəl bilirəm. Və gözəl bu evlatların, həyat yoldaşının Sultan müəllimin köməyi, dəstəyi olmaqla bərabər sizin nə qədər əziyyət çəkdiyinizi, necə yuxusuz gecələr keçirdiyinizi, əziyyətli günlər keçirdiyinizə şahidiyəm. Buna görə sizə çox təşəkkür edirəm. Ədəbiyyat adına gördüyünüz bu işlər mənə elə gəlir ki, çox böyük qiymətə layiqdir. Ədəbiyyatda hardasa bir gözəl iz qoyuruz. Buna görə sizə təşəkkür edirəm. Var olasınız, bol yarası, bolluqlar arzu edirəm. Can sağlığı arzu edirəm. Daha cəzirbələrə inşallah. Çox təşəkkür edirəm. Mən sizlərə təşəkkür edirəm. Sizlər varsınız, mən də varam. Ki, onları yeri yerində çox üzr istəyirəm professorlarımızdan, alimlərimizdən. Onsuz da siz professorsuz, alimsiz. Sizin bir dənə adınız var. Ora gəlincə hamı bilir ki, haralardan gəlmək lazımdır. Amma o baxırsan kimsə imkanı çatmır. İnanırsınız, gətirirəm, mən jurnalda da onları yan-yana salıram ki, bu hardasa o insanda bir həyatda yaşamaq həvəsi yaransın. Yəni o hisslərə qədər mən həmişə nəzərə alıram ki, gənclərimizə də hardasa biraz da olsa yol açaq. Çox təşəkkür edirəm. Elə bu keyfiyyətlərinizə görə də siz həmişə ucadasınız. Çox təşəkkür edirəm.